Əli uca deməkdir. Əli Allahın uca sifətinin yer üzündə təcəssümüdür. Uca sifətində bir xüsusiyyət var. Bəzən bir varlığın ucalığı adamı səcdəyə yıxır. Bəzən isə birinin ucalığı sənin içində olan təkəbbürü qaynadır, üzə çıxardır. Allah əlini buna görə qərar verib ki, öz ucalıq sifətini bəndələrindən biri olan Həzrət Əliyə mərhəmət edir, onun timsalında cəmaatı yoxlayır. Ona görə əlinin müqabilində ya torpaq olur adamlar, ya təkəbbür göstərir. مشتاق قلوب منم اشادمنان علی عادی من اعلمم علی ندعلا yaratmışam mən ələməm əlini də əla yaratmışam hər kim əli cəmalinə baxsa məni görər öz cilvəmi əlidə hüvey